Herkese salam. Bugünkü mövzumuz this, that. Yəni bizim dilimizdə işarə əvəzlikləridir ki, bu o kimi tərcümə olunur. İndi isə gəlin bunları bir-bir nəzərdən keçirək. This bu deməkdir və təkdə olan isimlər üçün istifadə edilir. Əgər bir əşya və yaxud bir şəxs təkdədirsə, o zaman biz thisdən istifadə edəcəyik və məsafə yaxın olmalıdır. Görürsünüz, burada yazıb bura. Here, bura deməkdir, burada. There, orada deməkdir. İndi mən də buna uyğun olaraq, yaxında və yaxud uzaqda olmasına uyğun olaraq this və yaxud zətdən istifadə edəcəyim. Əgər təkdədirsə this deyəcəyim, cəmdədirsə this deyəcəyim. Baxın, burada artıq i hərfini uzatmalısınız. This. Təkdə olduqda this, cəmdə olduqda this deyəcəksiniz. Monster, yəni canavar deməkdir. This is a monster. Bu canavardır. These are monsters. Bunlar canavardırlar. Yəni burada artıq cəmdədirsə bunlar deyəcəyik. Daha sonra isə əgər bizim əşyamız və yaxud bir şəxs artıq kimdirsə, o uzaqdadırsa, uzaq məsafədədirsə, onda biz zətdən istifadə edəcəyik. O deməkdir. That is a monster. O canavardır və təkdə istifadə olunduqda zət deyəcəyik. Cəmdə olduqda isə those deyəcəyik. Those are monsters. Onlar canavardırlar. Və görürsünüz, to-be-ni də, yəni əmizarı da təkdə və cəmdə olmağa uyğun olaraq yerləşdirmək lazımdır. İndi gəlin buradakı cümlə nümunələrinə də baxaq. This is my new watch. Bu mənim yeni saatımdır. These are my sisters Anna and Jenny. Bunlar mənim bacılarım Anna və Jenny'dir. That man is very strange. O kişi çox qəribədir. I need those books over there. Mənim oradakı, baxın, over there ifadəsini görürsünüzsə, konkret bilməlisiniz ki, burada ya zət ya da those olacaqdır. Over there orada deməkdir, uzaqda bir yerdə. Yəni, over there ifadəsini gördünüzsə, zət yaxud da those qoymalısınız, artıq baxırsınız, cəmdədir yoxsa təkdədir. Boxes cəmdə olduğuna görə those deyəcəksiniz. Mənimdir, oradakı qutulara ehtiyacım var. Sonra, biz nə zaman thisdən istifadə edə bilərik? Biz əgər introduce people, bir insanı təqdim ediriksə, o zaman thisdən istifadə edəcəyik və yaxud telefonda təqdimat ediriksə. Məsəl üçün deyirik ki, hi, this is Tim. Salam, bu Timdir. Baxın, Tim on the telephone. Tim telefonda danışır və özünü təqdim edir. Deyir ki, bu Timdir. Yəni, özünü təqdim edir. Və yaxud da tanış edəndə deyirik, hi Sarah, this is my friend Paul. Deyir, salam Sarah, bu mənim dostum Pauldur. Sarah da cavab verir. Hi Paul, nice to meet you. Deyir, salam Paul, tanış olduğumuza şad oldum. Yəni, biri ilə tanış edərkən, o zaman biz thisdən istifadə edəcəyik. Digər bir qaydada biz zətlə bağlı bunu bilməliyik. Zət, something that has happened. Nəsə bir şey baş veribsə, onda zətdən istifadə edirik. Məsəl üçün, I am sorry I forgot to phone you. Üzr istəyirəm, mən sinə zəng vurmağı unutdum. That's all right. Baxın, bu ifadədir, bunu yadınızda saxlayın. Problem deyil, yəni hər şey qaydasındadır deməkdir bunun mənası. Deyir ki, üzr istəyirəm, sinə zəng vurmağı unutmuşam. O deyir ki, problem deyil. That's all right. Hər şey qaydasındadır. That was a really nice meal. A really nice meal. Deyir ki, o çox gözəl yemək idi. Thank you very much. Baxın, bir şey əgər yeyilibsə, bitirilibsə və artıq siz yeməyi bitirmişsiniz. Elə bir ki, yeməklə bağlı olan proses artıq bitibdir. Sizdə uzaqlaşıb o proses. Onda zətdən istifadə edəcəksiniz. Keçmişlə bağlı bildirirsinizsə bir söz, bir cümlə, onda zətdən istifadə edəcəksiniz. Görürsünüz, buradakı hamısı da keçmiş zamandır. Was, keçmiş zamandır. Forgot, keçmiş zamandır. Forgot'un indiki zamandır. Forget'dir. Daha sonra, what somebody has just said. Bir kəs nəsə deyibsə, onda zətdən istifadə edəcəyik. Yenə bu da keçmiş zamanla bağlıdır. Zaman sizdən uzaqlaşıbsa, demək zətdən istifadə edəcəksiniz. You are a teacher, aren't you? Deyir ki, sən müəllimsən, elə deyilmi? Deyir ki, yes, that's right. Birinin fikrini münasibət bildiririk. Deyir, bəli, doğrudur. Martin has a new job. Martinin yeni işi var. Really? I didn't know that. Mən deyir, onu bilmirdim. But didn't, keçmək zamanı bildirir.
Fikir bizdən uzaqlaşıb, zaman bizdən uzaqlaşıb, artıq Z-dən istifadə edəcəyik. Demək, onu bilmirdim. Yəni, bu fikri bilmirdim. I am going on holiday next week. Mən növbəti həftə tətilə gedəcəyəm. Oh, that's nice. Deyir ki, nə gözəl. Və görürsünüz, yenə də bu mənim fikrim deyil. Artıq bir başqasının fikridir və başqasının fikrinə münasibət bildirirəm. O fikir məndən uzaqdadır. O zaman Z-dən istifadə edəcəyik. Və burada da vari şəkildə də görə bilirsiniz. Zisi nə zaman istifadə edirik? Telefonda danışarkən, özümüzü təqdim edərkən. Hi Sarah, this is David. Salam Sarah, bu Daviddir. Və yaxud birini təqdim edərkən, Ben, this is Chris. Burada Amanda Ben'i təqdim edir Chris'e. Deyir ki, bax, deyir ki, Ben, bu Chris'tir. Daha doğrusu Ben'e Chris'i təqdim edir. Deyir ki, Ben, bu Chris'tir. Okey. İndi isə gəlin bir neçə tapşırıqlara göz gəzdirək. Buradakı cavablara baxaq. This, yaxud this. Are my trousers. Trousers həmişə cəmdə olan bir isimdir. Tək və cəm isimlər qarışdırırsınızsa, əvvəlki videonu izləməyinizi tövsiyə edirəm. Demək, cəmdədirsə və bizim seçənəyimiz olacaq ancaq these. These are my trousers. Bunlar mənim şalvarımdır. Yəni, şalvar sözü əslində baxanda həmişə cəmdə olur. Yəni, mən təkdədir, yoxsa cəmdədir, bunu bilə bilmirəm. Bilməyim üçün gərək mən qarşısına a pair of trousers deyim. A pair of trousers. Olacaq bir cüt şalvar. İki cüt şalvar demək istəsəm, olacaq two pairs of trousers. Two pairs of trousers. İki cüt şalvarlar. Okay, next one. Hi Chris. İndi deyir, salam Chris. Biz dedik ki, təqdim edəndə necə deyirdik? Zisdən istifadə edirdik. Hi Chris, this is my friend Jonah. Bu mənim dostum Jonah'dır. Hi Jonah, nice to meet you. Salam Jonah, tanış olmamıza şad oldum. Look at, indi, birds in the sky. Quşlara deyir, səmadakı quşlara bax. İndi səmadakı quşlar əlbəttə ki, bizdən uzaqdadır. Uzaqdadır və cəmdədirsə, biz zoosdan istifadə edəcəyik. Çünki these yaxında olanda, cəmdə olanda istifadə edirik. Uzaqda cəmdədirsə, zoosdan istifadə edəcəyik. What are, indi, they are my books. What are, cəmdə istifadə eləməliyik. Z təkdədir. Mən onu zətdə deyə bilmərəm. Are varsa, avtomatik mənim cavabımda cəmlik olmalıdır. Çünki cavaba baxın, they are my books. Onlar mənim kitablarımdır. Onlardır, cavabım da cəmdədir. Mən ona görə cəmdə olan sözdən istifadə edəcəyəm, yəni zoosdan. İndi burada, is hotel nice. Baxın, bir hoteldir. Mən bir hotel danışıramda deməli, zət deyəcəm. Is that hotel nice? O hotel gözəldir. Your friends. Baxın, friends cəmdədir, dostlar, sənin dostların. Onda these istifadə edəcəyəm. Are these your friends? Bunlar sənin dostlarındır. Və sizə demişdim, o və z-yə gördünüzsə deməli nədir? Avtomatik zət. Orada deyirəm çünki. Who is that? Mən o və z-yə. Oradakı kişi kimdir? İndi friend təkdədir. Your friend Eric. Sənin dostun Eric. Bir dostdur. Ona görə this deyəcəm. Isn't this your friend Eric? O sənin dostun Eric deyil. Are var, boxes var, cəmdədir. Aha. Və hər ikisi burada baxıram cəmdədir. This də cəmdədir, those da cəmdədir. İndi mənə başqa bir ipucu lazımdır. Baxıram ipucum here'dir. Here burada, yəni yaxın məsafədir. Onda deməli cavabım nə olacaqdır? These, bunlar. Yaxın məsafədə olanlar üçün these, uzaqda olanlar üçün uzaqda olanlar üçün z yaxud da zoosdan istifadə edəcəyik. Məsəl üçün burada o və z-yə gördük. Baxın, z-yə görürüksə z qoyuruq ya da zoos qoyuruq. Amma here gördüksə this ya da these qoyacağıq. İndi yenə are my glasses cəmdədir. Cəmdədirsə avtomatik these. Z çünki təkdə olanlar üçün istifadə olunur. Ümid edirəm bunlar hamısı sizə aydındır. Şərh bölməsində də bu tapşırıqların hamısını qoyacağım. Daxil olub işləyə bilərsiniz və burada check answers basıb cavablarınızı da bir-bir görüb yoxlaya bilərsiniz. Hər birinin izahı ilə bərabər göstərilir. Nəsə sualınız olsa yazmağı, bildirməyi çəkinməyin. Görüşərik. See you.